Hamıya salam olsun. Yeni vlogdan xoş gördük hamınızı. Bugün belə xiyar aldıq. Xiyar şorabası bağlamaq istəyirik. Şəmkir səbəti deyilən yer var Şəmkirdə. Elə biz də birinci dəfədir ora gedirdik. Qaynanamla yoldaşım getdilər. Belə xiyar alıblar. Elə yudum bunları. Hələ bu qədər də hamamda istağa qoymuşam. Birinci biraz istaqda suda qoyuram, durur. Sonra yuyuram. Bunları yudum. İndi gedim o birisilər də yuyum gətirim. Belə seçək. Belələrini qoyaq. Çünki burada belələri var. Onları bankada qoymaq səmitsizdir də. Çox yer tuturlar, əyri müyrüdürlər ona görə. Amma belə düzləri yenə belə səmtlə yığmaq olur. Xeyli vaxtda gedir onda balonla. İndi balonları da gətirmişəm, buradadılar. Bunların hamısını yuyum. Burada onlara yer hazırlamışam. Yuyum qoyum suyu çəkilsin. Belə qaynanam da içini hazırlayıbdı. Belə hər şeyini yuyub hazır qoyubdu ki, bankalara bunlardan qoyaq, sonra da üstündən xiyarları qoyaq. Belə indi başlayım bankaları yuyum, sonra xiyarlardan seçeyim. Belə yaxşılarından ki, qalanını belə əyrilərini qoyum yeyilməyə qalsın, yeyilər. Bir də şəftəli də alıblar. Görək şəftəlini çatdırsaq bu gün eləyərik kompotunu, çatdırmasaq sabaha eləyərik. İçində də bir dənə belə yekə xiyar var idi. Görün nə yekədir bu. Bunu da yeməyə saxlayarıq. Balona alınmaz bunu qoymaq. Xiyarları belə yığdıq bankalara. 14 banka alındı. Belə 3 litrlik. Bu illik bu qədər bəsdir. Çünki keçən ildən də qalıbdı hələ. Ona görə bəsdir hələ ki bu qədər. Belə indi suyun qaynamağını gözləyirəm. Su qoymuşuq burada. Qaynamağını gözləyirəm. Qaynasın ki üstünə töküm. Burada da qazanda qoymuşam yenə su. Bu da. Bunu da altına az qoymuşam ki suyu azdır. Bir də bundan tez qaynamasın. Bir yerdə qaynasınlar ona görə. İndi suyun qaynamağını gözləyirəm. Qaynasın. Belə duz da gətirmişəm. Bu turşu duzudur. Marketlərdə satılır turşu duzu. Alıb elə bu qaba tökmüşük. Üstünə də belə yazmışıq ki, bilək bu turşu duzudur. Bir də uksus tökürəm. Belə bu qaşıqla bir uksus tökürəm. Belə bu paçisi 2 qaşıq, qaşıq yarım bundan da bir duz tökürəm. Belə. Əsas odur ki, Sara yatdı. 1-2 saat yarım yatdı şükür. Bu hər şeyi hazırlaya bildik. İndi başı qaçıbdı elə oturub qardalı verirəm, çiyələk verirəm, üst-üstə hamısını yeyir. Onlarla yenə başı qarışır. Verdim ki, qoy yesin, başı qarışsın. Mən də burada rahat bunu eləyim. Keçən dəfə kompotu eləyəndə yanıma gətirdim, çox narahat oldum. Gəlirdi yanıma hər dəfə mən bankanı götürəndə qorxurdum da uşağın üstünə tökülər, Allah eləməsin. İndi yoldaşım da bugün evdədir şükür, bazar günüdür deyə. Elə ona da dedim sən də biraz başını qat heç olmasa qoy evdə dursun ki, mən bunları rahat eləyə bilim. Onunla bir yerdə eləcə qalıram ki, birdən gələr yanıma, narahat oluram. Gəldim burada bunları götürüm. Bunları özümüz eləmişik belə. Buna o pəncərəyə vururlar, kanva deyirik biz buna. Pəncərəyə setka kimi vururlar, ondandır. Belə alıb özümüz qayırmışıq bunu belə taxtalarla. İndi hər il nanə ya reyhan qurudanda bunun üstündə quruduruq.
İndi nanə də almışıq bazardan. Ona görə bunları gəldim götürüm, aparım. Nanələri, bunları açaq, belə açırıq setka kimi olur da, üstünə nanəni düzüb asırıq günün altından, quruyur orada. İndi aparım bunları eləyək, eləyib belə asandan sonra da sizə göstərərəm necə olur. Belə yəni kimsə istəsə bundan eləyə bilər. Çox asan bir şeydir. Belə bunu düzəldib, yəni bunun üstündə qurutmaq olar. Yoxsa ki, harasa belə səririk, yaxşı olmur. Amma bunu belə asırıq, elə hardan olsa asırıq, orada havada quruyur. İndi bunları aparım evə, nanələri təmizləyək, qoyaq bunların üstündə qurusunlar. Bağladım xiyarları, belə qoydum, üstlərini bağladım. İndi üstünü gətirib gəlib yenə bağlayacağım. Belə suda qaynadılar. Bunlar hələ ki yaşıldır, bunların rəngi dəyişir də, bu ucu dəyişibdir, görürsünüz. Bu birinci bağladığımda deyə ucu rəngi dəyişib, bu axırıncı bağladıqlarımda hələ ki belə yaşıldılar. Belə bugünlük hələ ki bu bağlamaq işi bitdi. Amma sabah inşallah yenə kompotu gətirib burada bağlamalıyam. Ona görə heç nəyə dəyməyəcəm. Elə hər şey qalsın burada belə. Bankanı bağlayan şeylər, zat banka qapağıdır, əskilərdir. Hamısını qoyacağım buradakı. Sabah onsuz da gəlib yenə kompot eləyirəm. Gətirim üstündən birini də eləyim. Bir dənə də eləyim ki, lapisdə olsun. İstiliyi tez getməsində qalsın biraz ki, tamam belə yetişsin xiyarlar. Bak her tarafa buranın gəlsin. Hay. Yerinde. Bu da metafili yaşında olsa. Axşam uşaqlara söz vermişdik deyə ki, sizi parka aparacağıq gəzməyə. Ona görə elə xiyarı bağladıq, qutardıq, elə hazırlaşdıq, uşaqları apardıq biraz gəzsinlər. Sara da günorta çox yatmışdı deyə dedim axşam gec yatacaq. Ona görə aparaq biraz gəzdirək, qoy yorulsun, tez yatsın. Elə getdik Göygöldə bir neçə parka. Bizim evin yanında park var, kilsənin yanında, o parka getdik, gəzdilər, biraz orada oynadılar. Orada adam çox idi, uşaqlar çox idi, velosipeddə sürürdülər deyə. Ona görə orada çox otura bilmədik ki, Sara da qaçırdı, dedik birdən hansı uşaq gələr velosipedlə vurar uşağı. Sonra peşmançılıq olar. Ona görə belə Heydər Əliyev parkı var, belə yekə parkdır. Ora gəldik gəzməyə. Orada da parkın arxasında belə dağlar görsənir, çay axır. Onu da dedim sizin üçün çəkim. Burada da Məlikə deyir, mən çək, mən necə pırıqılıq oynayıram. Onu təzə öyrənib deyə, qabaqlar oynaya bilmirdi. Ayağına dolaşırdı, ilişirdi, hirslənirdi. İndi oynaya bilir deyə əlində elə hər yerə aparır bunu. İndi də deyir ki, mama çək məni, o görsünlər ki, mən necə oynayıram. Burada da sizə çəkirəm, burada balıq saxlayırlar, balıqlar yetişdirirlər burada. Oranı dedim sizin üçün də çəkim. Rəna da Məlikəyə baxıb dedi ki, mama mən də çək, mən necə oynayıram. Amma Rənaya artıq bu pırıqılqa balacadır. Biz bunu artıq 3-4 ildə onlara almışıq. Oca Rənaya balacadır deyə hər dəfə ilişir, ona da oynaya bilmir. Burada da istədim sizə bu yolka ağacını çəkim. Ağacın ancaq yuxarılarındaydı o şışqaları da, yolkan şışqaları olur. Onlar ancaq yuxarıdaydı. Heç yerində yox idi. Özü də maraqlı idi, belə maraqlı yolkaydı. Birinci dəfə idi mən belə görürdüm. Ona görə dedim sizə də çəkim. Beləcə biraz gəzdik. Düzdür, Saranla gəzmək çox çətin olur. Qızlar da elə deyinirdilər ki, bəs bizi gətirmişdiniz, biz parkda gəzək, bu nədir? Elə deyirsiniz ki, Saranın əlindən tutun, Saranla gedin. Çünki Saranı tək buraxmaq olmaz. Biz də deyirik ki, uşaqlardılar da, bacılarıdır, əlindən tutsunlar, getsinlər. Onlar da deyinirdilər ki, bəs biz də istəyirik burada parkda hamı kimi gəzək, oynayaq. Elə qalmışıq, Saranı gəzdiririk. Dedim, heç nə olmaz, axırıncı dəfədir Saranla çıxırsınız. Bundan sonra atanız ikinizi aparar parka, Saranı da sonra tək aparar. Çünki üçü bir yerdə alınmır. Eləcə Sara qaçır, bunlar da gərək dalınca gedələr. Mən də deyirdim ki, xiyar bağlayandan sonra yorulmuşdum, gəlim biraz oturum parkda dincəlim. Amma yenə də Sara sağ olsun, imkan vermədi heç birimizə dincəlməyə. Ona görə elə dedik, gedək evə. Saranın da yatmaq vaxtı idi. Yatsın.
Uje səhəri gündür. Mən kompotları başlamışam bağlamağa. Belə bankaları yudum, şəftəliləri elə bütöv-bütöv qoymuşuq. Elə belə bir neçə yerdən belə çərtdik ki, içinin o şirəsi çıxsın suya. Üçünü artıq bağlamışam, belə qoydum. İndi üstlərini bağlayacağam. Bunları da qaynadım, bağlayım, qoyum. Elə hər il biz belə şəftəliləri bütöv-bütöv eləyirik. Həm qəşəng görsənir. Elə həm də ki bir də doğrayırıq, yoxsa dənəsinin üstündə də qalır şəftəli. Amma belə yaxşıdır. Belə. Xiyarlar da demək olar ki, artıq hazırdılar. Bircə damcı belə elə bir ilıqlıqları qalıbdı. Onu da gözləyirəm ki, biraz da şey olsunlar. İstiliyi tamam getsin. Yığım artıq podvala. Kladovkaya yığım bunları. Belə. Elə şəftəlilərin hazır eləməyi özüm çəkmədim ki, elə neçə videodur, neçə vlogdur artıq bu bağlamalar çəkirəm. Elə bilirəm ki, belə bezdirici olar da. Hər dəfə nə eləyirəm, hamısını çəkmək ki, necə eləyirəm. Ona görə elə çəkmədim heç nətər bunları bankaya qoyuram, şəkər tökürəm. Elə bir dənə dedim belə bağlamağı göstərim ki, biz necə eləyirik, belə bütöv-bütöv eləyirik. Belə. İndi burada da suları qoymuşam. Buradan kompota üstünə su alıram. Bu qazanda da kompotları qoyuram, qaynayırlar. Sonra ağızlarını bağlayıram. Belə banka bağlayandan. Bağlayıram, qoyuram burada belə. Başı üstə qoyuram ki, şəkər də ərisin. İndi üstünü də örtürəm belə. Qalırlar. Sabah yox, bir gün yəqin ki, uje tamam soysunlar, yerlərinə yığacam inşallah. Belə qarağatsa kaz eləmişdik. Gətiriblər 2 kilodur. Bunu hər il ilə belə az bişiririk, 2 kilo bişiririk. Çünki belə ancaq belə qışdakı xəstələnirik, soyuq dəymi olur, onda içirik. Ona görə belə az almışıq. İndi bunu yuyaq. Sonra belə ətdiyək dənələrini. Sonra yəqin ki şeyə qoyarıq, şəkərə qoyarıq ki, suyu çıxsın, sonra bişirək inşallah. Burada da belə kələmi almışıq, belə buryak, bir də markov istəyirik, borş eləyək bugün. Bugün hava biraz sərindir. Bu günləri yağışda deyiblər. Yağışda yağışda hava sərindi. Ona görə dedik, borş bizdə yaxşı yeyilir də, uşaqlar da sevir. Ona görə dedik bu gün borş eləyək. Çünki ucu sabahdan hava çox isinir. Baxmışam hava proqnozuna. Hava uje başlayacaq qalxmağa, uje 30 dərəcədə aşağı olasıdır. Ona görə dedik, hələ ki hava sərində borş eləyək, yeyək, sonra eləyə bilməyəcəyik. Həm də uşaqları düşünürük də biz həmişə ki, onlar nə yeyərlər. Ona görə. İndi gətirim markovla burakı qabıqlarını soyum, sonra çörkadan çəkim ki, belə qovurub onu, sonra borş hazır olana yaxın tökürük içinə.
Qarağatı uşaqlar təmizlədilər, çox sağ olsunlar. Belə indi gətirdim. Belə tökürəm, üstünə də şəkərini tökürəm. Qoyaq. Yəqin ki, sabah səhər bişirərik, tamam suyu çıxsın. Turşdu deyə biraz şəkərini artıq elədik ki, turşduğu çox bilinməsin. Все, hazırdır. İndi qalsın bu burada belə. Sabaha kimi tamam suyu çıxsın. Ondan sonra öz suyunda da bişirək inşallah.